Gəlin belə bir ümumiləşdirmə aparaq. Deməli, bildiyimiz kimi Quba xanlığı 2 mərhələli aparır bu birləşdirməni, özünə tabe etməni. Deyin görüm, hansı əraziləri özünə birləşdirib, hansı əraziləri özünə tabe edib? Birinci mərhələ Bakının tabe edilməsinə qədər olan hissədir. İkinci mərhələdə Şamaxının tabe edilməsinə başlayır. Bax, sırayla desək, hansı əraziləri tabe edib? Hüseynlərinin dövründə 1759-cu ildə Salyanı 57-də Salyanı, ay sağ ol, aha. Ondan Sonra. Amma diqqətli olun, bu Qubalı Fətəli xanın dövrü deyil ha. Bizə o mərhələ olaraq desək əgər ümumi Qubalı Fətəli xanın dövründə, bax Dərbəndin tabe edilməsi neçənci il? Qubalı Fətəli xanda 59-cu ildə Dərbəndə tabe edir. Aha, sonra? Ondan sonra Dərbənddən sonra Bakını 67-ci ildə nikah diplomatiyasının Bakını tabe edir. Başqa? Daha sonra Bakıdan sonra Şamaxın tabe edir 68-ci ildə. 67-də Şəki ilə bölüşdürür. Başqa?